Yeşillik Ərkivanda Xeyriyyə Cəmiyyəti fəaliyyətləri həqiqətən də gözəl işlər görüblər. Bütün bayramlarımızda, yeni ildə, Novruz bayramında, Orucluq bayramında hər vaxt insanlarımıza kasıb təbəqəyə bunlar hədiyyələr, sovqatlar verirlər. Çox tədbirə layiq məsələdir. Allah canlarını salamat eləsin. İnşallah mən elə bilirəm ki, bundan sonra da davam edəcək bu işlər. Çox gözəl işdir, savab işdir, Allahın bəyəndiyi işlərdəndir. İnsanlarımızın qayğısında gərək həmişə duraq, kimin nə imkanı var, köməklik eləsin. İdmançılarımız var, təhsil işçilərimiz var, yaxşı oxuyan tələbələrimiz var, şagirdlərimiz var. Bunlara gərək biz həmişə qiymətləndirək. Onlar da həvəslənsinlər, iləri getməklərinə bir stimul olsun. Xeyriyyə işləri ilə məşğul olmağa düzdür, həqiqətən də var dövlət yox, əsas ürək lazımdır. Məşhur müəllim də həmişə görüşəndə qeyd edir. Çox insanlarımız var, vallahi heç bəlkə onun əsasına varmırlar, çox savab işdir. Peyğəmbərimizin dediyi kimi var dövlət paylaşdıqca çoxalar. Allah ona bərəkət verir və inşallah mən elə bilirəm bundan sonra daha da çox olar xeyriyyətçilərimiz, xeyriyyə işləri. Allahın köməkliyi ilə bütün Ərkivanda olan planlarımızın elə bir hissəsini bu Xeyriyyə Cəmiyyətinin yolu ilə biz həll edəcəyik.